Səhiyyə Nazirliyinin tabeliyində olan Körpələr Evinin işçilərinin əmək haqları artırılıb. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara görə Səhiyyə Nazirliyinin tabeliyində olan Körpələr Evinin işçilərinin vahid tarif cədvəli ilə müəyyən olunmuş tarif, vəzifə maaşlarına aşağıdakı artım əmsalları tətbiq edilir. Baş həkim 3 dəfə, baş mühasib həkim pediatr, musiqi rəhbəri, baş tərbiyəçi, tərbiyəçi və həkim dietoloq 2,5 dəfə, baş tibb bacısı, böyük tibb bacısı və qardaşı, psixoloq, hüquq məsləhətçisi və mühasib 2 dəfə. Təsdiq edilmiş mövcud ştat vahidinə uyğun olaraq digər vəzifələr isə 1,5 dəfə artırılır. Maliyyə Nazirliyi bu qərarın yuxarıdakı hissəsindən irəli gələn bütün məsələləri həll etməlidir. Bu qərar 2025-ci il avqustun 1-dən tətbiq edilir.